əsrin ortalarından başlayaraq şovinist Rus, Fars, imperialist Avropa qüvvələrinə qarşı təşkilatlanan, hər əziyyətdə qatılanaraq əzmlə mübarizə aparan türklərin yeni dalğası Bozqurt hərəkatı 70-ci, 90-cı illər arasında yenidən dirçəliş, diriliş dönəmi yaşamağa başladı. Çok sevgili ve hürmetli kardeşlerim, Azerbaycan Türkleri, candaşlarımız, sevgili kardeşlerimiz, bugün Can Azerbaycan'ın başkenti, Türk yurdu, güzel Bakü'de sizlerin şerefli muhitinizde aranızda bulunmaktan şu anda arkadaşlarımla beraber ben büyük bir şeref ve bahtiyarlık duyuyoruz. Hepinizi ayrı ayrı, teker teker en derin sevgiler, en derin saygılarla selamlıyor ve kucaklıyorum. Eski senelerde, evvelki senelerde zaman zaman buluşup konuştuğumuz, dertleştiğimiz Azerbaycan'ın büyük lideri, rahmetli Resulzade Mehmet Emin Bey, yükselen bir bayrak bir daha inmez demişti. Yükselen bir bayrak
bir daha inmeyecektir. Yükselen bu bayraklar Türklerin bayraklarıdır. Azerbaycan'ımızın bayrağıdır, Türkmenistan'ımızın bayrağıdır, Özbekistan'ımızın bayrağıdır, Kazakistan'ımızın bayrağıdır, Türkiye'mizin al bayrağıdır. Bir daha inmeyecektir. Aslında bugün Türk halklarının birlik günüdür. Aslında biz bugün buraya dünya güçlerinin birlik, sağlamlık ve demokrasiya uğrunda birleşerek vatanını, yurdunu, milletini müdafaa etmek için bir yere toplaştık. Bir yumruk gibi birleştirdik. Vatanın tehlikesi göz kabağındadır. Bu birlik temkinle, sabırla bizi bir yere getirecek ve düşmana yakın vaktlarda biz söktüreceğiz. Biz buna eminiz. Böyük xalq kütlələrinin davamlı iddialı çıxışlarından təsirlənən, minillərdir gizli və güclü bir sistemi olan Türklərin dövləti uzun müddətli, amma qətiyyətli bir layihə plan hazırladı. Ergenekon, Türklərin yenidən dirilişi adlanan bu layihə qısa bir zamanda yenilməz bir Türk sistemi formalaşdırdı və müstəqil, muxtar, hakimiyyətli və s. olan bütün Türk dövlətlərini vahid Turan birliyinə doğru yola çıxardı. Türk dövlətlərinin nümayəndələri bu səfər Tatarstanın paytaxtı Qazanda toplandılar. Toplantı iki hissədə, mətbuata açıq və qapalı şəkildə keçirildi. Açıq hissədə Türk dünyasının mədəni inkişafı və ortaq Türk dilinin problemləri, məsələləri müzakirə olundu. Nümayəndələr bir çox məsələlər haqqında öz fikirlərini bildirdilər. Daha sonra isə bəzi məsələlərə imza atıldı. Alo, İvan, eşit məni. Bu Türklər yavaş-yavaş ölsənlərini aşırırlar. Sənin onların sisteminə sızmağın nə qədər çəkəcək? Mən bilmirəm, məndən də çox şey asılı deyil. Moskva rəhbərliyi bunu məndən tələb edir. Mən də səndən öhdənə düşəni tələb edirəm. Qısa zamanda əməliyyata başla. Anladım cənab Medvedev. Mən layihəni istədiyiniz kimi boynuma götürürəm. Türklərdən nə xəbər var, can? Belə düşünürəm ki, bu səfər onlara mane ola bilməyəcək, müsyö. Nə danışırsın? Bütün Fransanın, hətta Avropanın taleyi bu layihədən asılıdır. Amma cənab, Calardımca, Moskva ilə əlaqə yaratmışsınızmı? bəli cənab, Türklərə qarşı bu planda Ruslar bizimlə müttəfiqdir. Türklərə qarşı Moskva ilə daim əlaqə saxlayın. Onların planları doğrultusunda hərəkət edin. Bu layihədə ortaq düşmanımız Türklərə qarşı Fransız və Rus ağalarımız bizə çox kömək edəcəkdir. Oldu ağa. Bu səfər bura toplanmağımızın səbəbi digərlərindən biraz fərqlidir. Strategiyamızı ard-ard davam edirik.
Toplantılarımız hələ ki problemsiz keçir. Amma əks kəşfiyyatdan gələn məlumatlarda düşmənlərimizin bizə durmadan çox güclü planlar hazırladıqlarını da eşidirik. Onlara qarşı önləmlərimizi almalıyıq. Xüsusən Turan birliyinə gedən yolda bu toplantılarımızın təhlükəsizliyi açısından Rusiya bizə əngəl olmaq istəyir. Rusiyanın təhlükəsizliyi aradan qalxmadığı sürəcə biz rahat ola bilmərik. Gərək bunu anlayaq ki, Rusiya bir dövlət kimi bütün türk dövlətlərinin təhlükəsizliyi üçün çox önəmlidir. Ona görə Rusiyanı ortadan qaldırmaq, heç olmasa iflic etmək lazımdır. Dediklərinizlə razıyam. Doğru qərar hazırlamaq lazımdır. Doğru planlar çərçivəsində Rusiyanı tamamən ortadan qaldırmaq olar. Baxmayaraq ki, müttəfiqi İran və Fransa da bizə qarşı eyni zamanda cəbhə almış durumda. Amma geosiyasi məsələlərdə İran və Fransa Rusiyanın yanında olmur. Yəni, burada dövlət maraqları var. O dövlət maraqları elə bir şəkil alacaq ki, əgər Rusiya tamamən iflic halına salınsa, Fransa və İran məcbur olub bizimlə danışıqlara gedəcək. Qüvvələrimizi birləşdirib Rusiyanı yox etməliyik. Altay, Ecnokun layihəsi olduqca vacib layihədir. Son dərəcə ehtiyatlı davranmalı. Bilirsən ki, bu konferanslar həm dövlətimiz, həm milli birliyimiz üçün böyük önəm daşıyır. Xüsusən Rusiyanın, İranın və ikiyüzlü Fransanın dövlətimizə qarşı güclü anti-təbliğata başladıqları bir zamanda əlimizdən gələni etməliyik ki, bu konferanslara heç bir düşmən qüvvəti sıra bilməsin. Anlayıram, cənab Bey. Bu konferansların vacibliyi əsasən ondan ibarətdir ki, neçə illərdir arzusunda olduğumuz hər birimizin böyük amalı Türk birliyi və türklərin mədəniyyət, elm, texnologiya sahəsində vahid inkişaf sisteminin təşkili artıq gerçəkləşməkdədir. Bundan sonra bu tədbirlərin taleyi isə demək olar ki, bizlərdən asılıdır. Başa düşürəm sizi, cənab Bey. Vahid Türk birliyi bəziləri üçün xülya kimi görünsə də, bu bizlər üçün tam reallıdır. Biz bunu dəfələrlə qardaşlarımızla gördüyümüz ortaq işlərlə sübut etmişik və sübut etməyə də davam edirik. Siz əmin ola bilərsiniz, mən əlimdən gələni etməyə çalışacağam ki, bizim bu işimizə heç bir təsir göstərilməyəcək. Əminəm, Kazanda bir neçə konferans oldu. Bizə gələn xəbərlərə görə çox da möhtəşəm keçir. Hələ ki, hər şey qaydasında gedir. Əlbəttə ki, mediada, ümumi ictimai şəbəkədə bu konferanslar sadəcə elmi mədəni yığıncaqlar kimi təbliğ edilir. Amma hamımızın bildiyi bu kimi konferansların bir də gizli tərəfi var. Qapalı konferanslarda isə bütün türk dövlətlərinin bugünkü gələcək taleyi müzakirə olunur. Turan üçün gələcək planlar qurulur və təhlil edilir. Eləcə də Türkün şanlı tarixi, Türkün milli kimliyi və minillərdir gizlilik olan dərin dövlət sirləri normal düşüncələrlə aydınlaşdırılır. Qısacası, bu konferansların vacibliyi hər şeydən dəyərlidir. Mən sizi başa düşürəm. Amma bir sual vermək istəyirəm. Buyur. Bilmək istəyirəm, bizdən başqa hansı dövlət qurumları bu alimlərin təhlükəsizliyi ilə yaxından maraqlanacaq? İşin vacibliyi əsasından soruşuram. Demək olar ki, heç bir qurum aktiv fəaliyyətdə olmayacaq. Çünki bayaq dediyim kimi,
Bu konfransların həqiqi məqsədini heç kim bilməməlidir. Xüsusən də ac köpək kimi dar qüsquda gözləyən düşmən qüvvələri. Yalnız biz bu işin görünən tərəfi olacaq. Bu işin bütün ağırlığı bizim qurumun üzərinə düşür. Əlbəttə ki, digər qurumlarla gizlində əməkdaşlıq edəcəyik. Amma yenə də deyirəm, yalnız biz aktiv fəaliyyətdə olacaq. Baş verə biləcək hər hansı bir problem zamanı bütün diqqəti öz üzərimizə çəkəcəyik. Hə, indi isə sənə xüsusi bir tapşırıq verəcəm. Nə tapşırıq? Sənin üzərinə düşən əsas vəzifə konfranslarda iştirak edəcək bəzi alimlərin, xüsusən Azərbaycanın işğal altında olan bölgələrindən gələn alimlərin təhlükəsizliyini təmin etmək və eyni zamanda bu işi maneçilik törədə biləcək qüvvələri müəyyən etmək, bizi qurumu yarana biləcək hər hansı təhlükədən vaxtında xəbərdar etmək olacaqdır. Bu konfranslarda Dərbənd alimləri, Borçalı alimləri, Güney Azərbaycan alimləri, eləcə də Kərkükdən, Tehrandan gələn ictimai siyasi xadimlər iştirak edəcəklər. Amma onlardan əsasən bizim üçün və layihə üçün xüsusi önəm daşıyır. O üçün məndə olan məlumata əsasən çox təəssüf ki, düşmənlərimiz tərəfindən artıq nəzarətə götürülür. Ona görə də daha diqqətli olmalıyıq. 3 nəfər haqqında bütün məlumatlar hamısı burada var. Buradan birçok sempozyumlarda ve bu sempozyumda gördüğümüz gibi doğrudan da bizim bütün alanlarda, yani ister ressamlık olsun, incəsənət olsun, fəlsəfəsi olsun, tarih olsun, Türk'ün çok büyük bir yaddaşı vardır. Ve bence sorun buradadır. Biz Türk'ün bütün bu yaddaşını ne kadar izleyebiliriz? Tabii ki ben eski çağlara ve orta çağlara değinmek istemiyorum. Bunlar önemlidir. Bunları bileceğiz. Bizim yeni nesil de bilecekler. Doğru dürüst bilecekler. Kendi kültürlerini, kendi felsefesini, tarihini, medeniyetini, incəsənətini, her bir şeyini kendi insanların dilinden öğrenecekler. Elbette biz başkalarından da eğer öğrenmek zərurisi onlara da bakacağız. Ancak kendimizin olmamızı da, kendi kültürümüze sahip çıkmamızı da kendimize önem vermemizi de unutmayacağız. Bu anlamda ben daha çok burada çağımızın, bugünümüzün ve geleceğine daha çok vurgu yapmak istiyorum bu konuda. Yani bugün Türk toplumlarında ulusalçılık, yani millileşme ve bu anlamda Türkleşme yaxud da ki küreselleşme, globallaşma yaxud da batılılaşma anlayışını ne cür anlayır. Bildiğiniz gibi özellikle son 150'de bizde bir Batı heyranlığı vardı ve bu Batı heyranlığının da bence kökleri birçok hallarda bizde yerine varmıyor. Neden bu böyle bir hale geldi? Yani biz önceliklerimizi çok mu unuttuk? Diyelim ki Yeservileri, Farabileri, Dede Korkutları çok mu unutarak sonradan biz Aristotelizlere, ne bileyim Platonlara, Kantlara, Comte'lara, Thomas Hobbes'lara önem verdik. Budur mu sorun? Sorun bizim intelektimiz mi? Doğrudan mı? 17. 18. yüzyıldan sonra Türk'ün intelekti aşağıya indi, Türk'ün ruhu daha hiçbir şey yaratıcı olmadı diye biz başkalarına örneği almaya başladık. Bence ciddi sorun budur. Bugün de hala öyle devam ediyor. Yani bugün de bir Türk insanı, Türk bilim adamı bir Batı'nı örneği almadan da bir ilmi araştırma yapamaz düşüncesinde. Batı'nı örneği alacaksansa dinleri sen sanki bir ilmi işler görmek gibi fikirler var. Öncelikle bakın 100 yıl bundan önce birçok ideyaları 100 yıl bundan önce birçok ideyaları biz Batılılardan benimsedik. Bu demokrasisi olsun, liberalizm olsun, komünizm olsun, ne bileyim, şimdi de vatandaş cemiyeti denilen sivil bir toplum yaratmak iddiasında bulunuyoruz. Bütün bunlar bizi çok etkilemişti. Türk insanı doğrudan da çok bu değerlerden, kendi değerlerinden, kendi törelerinden, kültüründen uzaklaştıkça çok bunların etkisi altında kalmıştı. Herhangi Türk toplumlarının cüzü olması ilk növbədə onların özünden başlayır, onların öz inançlarından başlayır.
Türk'ün ruhunun insanlık ruhu, Müslüman ruhu, insan ruhunu yansıtmak önemlidir. Bizim dediğimiz isteğimiz budur. Yeni bir dönemde bugün dünyanın çok yani bu küreselleşme adı altında dünya çok kötü bir yere gelir, beşeriyet. Onun karşısında kim duracaktır? Onun karşısında insanlığının doğru dürüstlüğünler duracaktır. Ha, neden diyeceksin? Türklük yerine bu ırkçılıktır, ona göre mi Türklüktür? Hayır. Türklük dediğimiz gibi, ben öyle diyelim. Türklük bir insanlık görevidir. İxtiyar Tuncay, Faik Qəzənfəroğlu, Dilavər Əzimli, bu üç alim Türklərin xüsusi önəm verdiyi insanlar. Hesab edirəm, onların fəaliyyəti illərdir izində olduğumuz Türklərin dövlət sisteminə aiddir. Onların izinə düşsən, əminəm ki, konferanslara gizlicə sızmağın yolunu da taparsan. Anladım cənab. Mən o zaman vaxt itirmədən qısa müddətdə Bakıya yola düşməliyəm. Ehtiyatlı ol. Hər hal üçün Bakıya sən yalnız gedirsən. Əminəm ki, bu dəqiqə türklər bizdən gələcək hər hansı bir təhlükənin olduğunu hesablayıb. Bu dəqiqə Bakı təhlükəsizlik orqanların əməkdaşları ilə doldu. Ona görə sənə bilavasitə yardım edən olmayacaq. Amma dostlarımız farsların orada çoxlu agentləri var. Onlar sənə kömək etməyə çalışacaq. Amma fəaliyyətini elə hesabla ki, nə özün, nə onlara açıq eləmə. Çünki bu layihə həm Rusiya, həm İranın gələcəyi üçün xüsusi önəm. Pantürkizm deyəndə, bu hər bir Azərbaycan türkünün ürəyində də var, Türkiyə türkünün də ürəyində var, Özbəkistan türkünün də ürəyində var, Qırğızın da, Qazaxın da və bu təbii bir hissdir. Bütün dünyada hər bir xalq, hər bir dövlət güclü olmağa can atır. Güclü olmağın da yolu birləşməkdən keçir. Və türk xalqları da, türk dövlətləri də o zaman güclü ola bilərlər ki, tutaq ki, Amerikanın qarşısında dayana bilər, Avropa Birliyinin qarşısında dayana bilər, Rusun qarşısında və bizə düşmən mövqe sərgiləyən bu İranın və yaxud Ermənistanın qarşısında ki, bu birlik əmələ gəlsin. Yəni, Türkün Farsla onu əzən, onun dilini məhv eləməyə çalışan, sən türk deyilsən, Azərisən, Azərilər güya Farsın bir qolu olub filan, bu cürlə nağıllar danışan bir dövlətin inteqrasiyası mümkün deyil. Türk öz türkü ilə inteqrasiya eləməlidir. Öz dilində, onun da eyni dildə danışan, onun da eyni mədəniyyəti bölüşən xalqla inteqrasiya etməlidir. Bu təbii bir istəkdir. Baxın, Amerikada müxtəlif ölkələrdən gəlmiş və yaxud Avropada belə deyək də icmalar var. Sən gəlirsən başqa bir ölkəyə, onun dilini bilmirsən, onun mədəniyyəti sənə yaddır. İlk növbədə kimi gedib axtarırsan, səninlə eyni ölkədən və yaxud səninlə eyni dili danışan başqa bir qonşu ölkədən olan insanları tapırsan ki, ən azından o səni anlayır, sən onu anlayırsan, siz eyni musiqiyə qulaq asırsınız, eyni tutaq ki, bayramları keçirirsiniz, birlikdə olmağa ehtiyac var. Və baxırsan, məsələn, Çinli məhəlləsi ayrıdır. Normaldır, Çinlini tapmalıdır orada. Tutaq ki, Türk məhəlləsi ayrıdır. Farsların özünün ayrıca bir məhəlləsi var. Yəni, bu ehtiyac, bir yerdə olma ehtiyacı təbii ehtiyacdır. Və bu günləri hər bir xalqda özü kimilərlə bir yerdə olmaq arzusu təbii olduğu kimi, biz türklərində
özümüz kimlərlə, yəni bizim dildə danışan, bizim mədəniyyəti paylaşan, bizimlə eyni psixologiyada olan insanlar bir yerdə olmaq arzumuz təbiidir. Bilirəm cənab Petrov, bu işdə siz mənə güvənin. Mən əlimdən gələni etməyə çalışacağam ki, biz onların gizli sisteminə sıza bilək. Lazım gəlsə, mən ölərəm. Amma kimsə nə sizin, nə də dostlarımızın, farsların varlığından xəbər tutmaz. Özünə əminliyini sevirəm, Sergey. Juda olduğum müddətcə topladığım məlumatları bir kompakt diskə yaz. Və yubanma, dərhal geri qayıt. İvan Petrov Aleksandrovu, illərdir Interpol tərəfindən xüsusi təyinatla axtarılan peşəkar cinayətkar. Qorxunc ləqəbini 7 il öncə həbs olunduqdan sonra Sibirdəki həbsxanada xəyanətkar hesab etdiyi adamlarına verdiyi ağlasılmaz işgəncələr zamanı qazanmışdır. Həbsxanadan bir nazir dostunun köməyi ilə qaçdıqdan sonra davam etdiyi cinayətlər onun necə manyak insan olduğunu göstərmişdir. Adamı hətta sağ əli olan Sergey Vasilyev Vladimiroğlu həbsxana dönəmindən ona sədaqətli bir köpək kimi qulluq edir, bütün cinayətlərdə onun əmri ilə iştirak etmişdir. Hər ikisi Rus mafiyasının önəmli şəxslərindən sayılır. Qaçaq silah, narkotik, insan və insan orqanı ticarəti və s. kimi beynəlxalq hüquqi orqanlar tərəfindən qadağan olunmuş bütün sahələrdə onların Rusiya dövlətinə bilavasitə xidməti vardır. Qeyri-rəsmi hesab agentləridir. Düşünürəm ki, bu Rusiyanın xüsusi iş qaydasıdır. Rusiya bütün işlərini qatı cinayətkarlara etdirir ki, lazım olan anda öz adamlarını qurban verə bilsin. Bəli, doğru anlamısan. Rusiya, eləcə də İran illərdir dövlət səviyyəli layihələrini peşəkar cinayətçilərə tapşırırlar. Bu ikisinin tezliklə dövlət sərhədlərimizi keçmə ehtimalı var. Anladım sizi, cənab general. Onda biz xüsusi iş gücü ilə çalışmağa başlayacağıq. Xeyr, mənim başqa planım var. Nə plan? Bəli, Ruslar və onların əlaltıları olan farslar bizim gizli sistemimizi sözdüklərini zənn edəcəklər. Amma özləri tələyə düşəcəklər. Türklər özlərini ağıllı zənn edirlər. Amma bilmirlər ki, son 200 ildir qurduqları bütün sistemlər biz Rusların nəzarətində. Anladım. Demək elə. Mən sandığımdan da asan olacaq bu iş. Aha, o zaman o ofisi onun üçün istifadə edirlər. Hə, Bəxtiyar bəyin oradan çıxdığını görmüsən, hə? Aydındır. Dilavər bəy orada da zaman olur. Hə, bax belə. Faiq bəydən bir xəbər yoxdur. O zaman sən mənə ofisin nə zaman boşalacağını yəqin edib söylərsən. Qapı ilə bağlı narahatçılığı olmasın. Mən qapını açmaqda ustayam. Oldu. Səndən xəbər gözləyirəm. Aha, Sergey. Demək artıq gəlmişsən buradasan, hə? Eybi yox, Sergey. Sən də düşərsən tələyə.
tanış olaq. Mən Altay Oğuzam. Məni diqqətlə dinlə. Sənə indi illərdir özlərini hər sahədə ağıllı hesab edən ruslara qarşı oynayacağımız oyunu anlatacağım. Öncə sən alimlərimizlə görüşüb hər şeyi onlara başa salacaqsan. Bu ərəfədə təhlükəsizlik üçün Bakını tərk etmələri gərəkdir. Sonra düşmənlərimizə oynayacağımız oyun üçün bir sadə, amma məxfi görünən ofis hazırlayacaq. Rusların oyunumuza aldanması üçün Bakıda rahat hərəkət etmələrini təmin edib, nəzarətimizlə onların bizim istədiyimiz məkana, bizim istədiyimiz məlumatlara doğru yönəlməsinə çalışacaq. Sonra sən onlara bir sürpriz hazırlayacaqsan. Öncədən müəyyən etdiyimiz bilgisayarla içində adları sirli görünən şifrələri, dosyalar olan disk hazırlayacaqsan. Bakıda rusların o şifrələri qırmağa, diskə baxmağa vaxtları olmayacağına görə çox yəqin ki, şifrələri yalnız Rusiyada qırmağa çalışacaqlar. Mənim adım Altay Oğuzdur. Sənin zaman-zaman aşağıladığın, təhqir edib və bacardığında zaman-zaman zülm etdiyim bir Türk. Doğrusu, belə şeylə qarşılaşacağını heç vaxt ağlına gətirmədiyini bilirəm və sənin bu çarəsizliyinə üzülürəm. Siz Ruslar son 200 ildir biz Türkləri olduqca zəif və çarəsiz görməyə öyrəşmişsiniz. Nə oldu? İllərdir sönməyən, içindəki o zəfər ateşinin hara yoxa çıxdı? Əminəm, indi özünü çox çarəsiz hiss edirsən. Anlayıram bu duyğunu, amma bu hələ hamısı deyil. Sən və sənin timsalında bütün Ruslar, Farslar, Fransızlar bilin ki, illərdir zülm edib aşağıladığınız Türk hələ son sözünü deməyin. Siz hələ Türk'ü yaxşı tanımırsınız. Hazırlaşın, Türk gəlir. İllərdir qorumağa çalışdığınız o zülm imperiyalarınızı başınıza yıkacaq. Və onda bizim tələmizə düşəcəklər. Diskdə öncədən yerləşdirdiyimiz mikroçip vasitəsilə onların yerini müəyyən edib, onları tutacaq. Alo, Cənab Medvedev, bağışlayın, zəncələdim amma bu mənim bacarıqsız adamlarım işi həll eləyə bilmir. İşlə şəxsən özüm məşğul olacaq. Ona xəbər vermək üçün zəng edir. Narahat olmayın. Türklər gec-tez elədiklərinə görə cavab verəcəklər. Bu da sənin sonun.
hesab edirəm. Götürəndə 16-cı əsrdən 20-ci əsrə qədər elə bu dövrün ən böyük tarixi şəxsiyyətlərdən biridir. Hesab edər ki, Məhəmməd Əmin Rəsulzadə bəlkə Babək dövründə olsaydı, Babək kimi o da üzünə qanı yaxıb saraldığını göstərməzdi. Hesab edirəm, Şah İsmail dövründə olsaydı, eynən Şah İsmail təkrar edərdi. Hesab edirəm, Məhəmməd Əmin Rəsulzadə Şeyx Şamil dövründə olsaydı, Şeyx Şamil kimi olardı. Yəni, Şeyx Şamil baxır ki, belə baxır, görür 18 nəfərdən 24-dən 6-sı yoxdur. Baxırlar, görür, bəs bacım, bacı da döyüşür. Deyirlər ki, bacım üstərəsi düşməmək üçün özün Qaysu çayını aldı kürsülara, hönkürtü ilə aldı. Amma deyir, yox, biz bu qurbanları verməyə uğraşmışıq, bizim mücadiləmiz azadlıqdır. Hesab edirəm, Məhəmməd Əmin Rəsulzadə də bu hərəkət edirdi. Qeyd, bu filmdə anlatmaq istədiklərimiz və göstərdiklərimiz ancaq bir amala, Türklərin milli oyanışına xidmət etməkdədir. Milli oyanış ona görə hər şeydən vacibdir ki, yaşamaq üçün inkişaf etməli, inkişaf etmək üçün özünü tanımalı, özünü tanımaq üçün düşmənini yaxşı tanımalısan. Daima özlərini mədəni, demokratik, sosialist, dindar və s. kimi göstərməyə çalışan Ruslar, Farslar və Fransızlar sırf öz şovinist siyasətlərini yürüdərək imperiyalarını genişlətməkdən ötürü tarixən haqsızlıqlara, bəşər əhlinə zülm etməyə çalışmış, öz məqsədləri uğrunda milyonlarca günahsız insanı vəhşicəsinə qətl etmişlər. Farslar 1979 İslam inqilabından bu yana şəriət bəhanəsi ilə 10 minlərlə günahsız türkü, ərəbi və s. xalqları müxtəlif yalanlarla həbs etmiş, dəhşətli işgəncələrə məruz qoymuş və darağacından asmışlar. Fransızlar Afrikada demokratiya yaymaq bəhanəsi ilə günahsız 10 milyondan çox Afrikalını qırmışlar. Ruslar sosializm dövründə kommunizm maskası altında 100 milyondan çox insanı fərqli bəhanələrlə vəhşicəsinə qətl etmişlər. Tarixə 20-dən çox imperatorluq, 50-dən çox güclü dövlət bəxş edən türklərsə hakim olduqları zamanda əsl haqsızlıqlara, zülmə, qeyri-insani davranışlara boyun əyməmiş, daima doğrunun, məzlumun yanında olmuş, dünyada ədaləti, sülhü, firavanlığı bərqərar etmək üçün mübarizə aparmış, bəşər əhlinə zid qüvvələrlə mərdcə savaşmış, Tanrının yer üzündəki kölgəsi olmuşdur. Beləliklə, dünya xalqları bir seçim etməlidir. Ya türklərə qarşı gəlib, daima zülümkarın yanında olmaq və zülüm görmək, ya da türklərin bayrağı altında vahid, ədalətli cəmiyyət üçün Turanı dəstəkləmək. Ayılların tartırdı Arğımaqqa Atam meni mindirdi Akaşmasın Bilib bilsen tupardı Yer tut dedi Qo'limdagi tizginni Avaz yo'li Ko'rinmaydi qiyiri Arg'imag'im Avazlig'in shaynaydi
tulpardı. Yer tutmağın kolundağı tızgındı. Alıp kaçsa bilip bilsen tulpardı. Yer tutmağın